Bir cənub səfərindən hər kəsə salam. 2 gün boyunca cənubda səfərdəydik. Hazırsınızsa bizə qoşulun. Yoldaşlarla toplaşdıq. Yola düzəldik. Tanışlıqlar başladı. Oxuduq, oynadıq, gəlib çatdıq Masallıya. Biraz torpaq üstündə gəzib ayaqlarımızı açdıq. İlk dayanacağımız isti sudur. Şəkil və söhbətlərdən sonra keçdik səhər yeməyimizi. Biz əyləşən kimi servislər başladı. Məkan təbiətlə iç-içə, cavanlardakı uzun yolun acı. Başladıq süfrəyə gələnləri aşırmağa. Doyduq. Hə. Keçdik sahədəki oyun sahəsinə. Bizlər böyük uşaqlarıq. Yaş artsa da ruhumuz uşaqdır. Gənclər sürüşür, yellənir. Siz bir bunların xoşbəxtliyinə baxın. Şəkillə söhbəti bağlayıb qaçırıq növbəti dayanacağımıza. Yolda biraz rəqs, sonra hop torpaqlı yol. Dincəlib yola yenidən davam edirik. Sizi təbiətin içindəki gizli vəhaya aparırıq. Əngəbəli yollarla getməsi çətin Biləsər şəlaləsi. Dərələrə düşdük, qayalı çaylardan keçdik. Nəhayət Biləsər şəlaləsinə gəldik. Tez üzərimizi çıxarıb gür suyun ağışını özümüzü buraxdıq. Sərin suda fərahladıq. Mənzərənin və anın zövqünü yaşadıq. Ardından hazırlaşıb yenidən yola düzəldik. Ara fasilə olaraq Hikari terasda dayandıq. Yolumuz uzundur. Günün son dayanacağı Sında yerləşən evə gedirik. Yağış bir tərəfdən döşür. Kəndin yollardakı Allaha təvəkkül. Maşın gecənin zülmətində ilişdi. İzci komandamızla evə doğru 5 qorxusuz gənc yola çıxdıq. İt hürdü, qorxduq. İnək gördük, ürküdük. Palçığa bata-bata sonunda gəlib ev sahibini yolda tapdıq. Bəxtimizə Niva gəldi. Qonşu bizi evə kimi apardı. Rəhmətliyin oğlu palçıqda fasaja basır elə bil. İndi yoldaşlar dərədə, biz də süfrə başında. Cumculuq suyun içində nəsə yoldaşlar da gəldi. Axşam yeməyimizi yeyib günün yorğunluğunu çıxırıq. Növbəti günün vloqunda görüşənə dək. Səhər üzü əla olacaq.